İmişli rayonun bir hissəsində qazın verilişində fasilələr yaranacaq. Milli AZ xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, 32-lər ölçü qovşağından qidalanan diametri pay 315 mmlik 32-lər Məzrəli Məcburi Köçkünlər qəsəbəsi və diametri pay 225 mmlik Aranlı kənd, orta təzyiqli yeraltı daşıyıcı qaz kəmərləri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədlə əlaqədar 13 iyun 2025-ci il saat 09:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun 21 kəndində Yuxarı Qaralar, 32-lər, Murğuzallı, Muradallı, Mürsəlli, Xoşçobanlı, Qaraqaşlı, Ölcələr, Nurulu, Sultanmuradlı, Qaradonlu, Çahar, Gövhərli, Məzrəli, Çaxırlı, Xubiyarlı, Qızılkənd, Aranlı, Hacı Rüstəmli, Hacı Almuradlı, Kürmahmudlu kəndlərində Biləsuvar rayonunun inzibati ərazisində yerləşən 11 Məcburi Köçkünlər qəsəbəsində ümumi 10.591 abonent qaz təchizatının dayandırılması planlaşdırılır.